İyunun 26-sında Bakıda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib. Marriott Bulvar otelində keçirilən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Gənclər və İdman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış edərək AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin dəstəklənməsinin daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcəyini bildiriblər. Ardınca video çap nümayiş etdirilib. Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib. Gündəliyin təsdiqindən sonra iclas öz işini Gənclər və İdman Nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə davam etdirib. İclas çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib. AQEM Gənclər Şurasının 9-cu iclasının tövsiyələr sənədi müzakirə olunub. Günün ikinci yarısında isə AQEM ölkələrinin gənclər arasında nitq və debat müsabiqəsinin hazırlıq məqsədi ilə təlim sessiyası təşkil olunub.